Fərz elə ki, sən rəssam deyilsən, amma sənə rəsm çəkməyi tapşırırlar. Onda hisslərin nə olardı? Dahi sənətkar Michelangelo tam da bu hadisəni yaşayır. O tarixdə ilk dəfə insan anatomiyasına birəbir bənzəyən heykəl yaratmağı bacaran ilk heykəltaraş olur. Michelangelo Davud heykəli ilə bir ilki bacarsa da, bütün iş bununla bitmir. Gənclik illərini heykəlin xam maddəsini əldə etmək üçün mədənlərə sərf edir və bu xam malı əldə eləyir. Lakin ona bir anda heykəltaraşlıq işlərini dayandırmaq və Romadakı Sixtin kapellasının tavan rəsmlərini işləməyə tapşırılır. Michelangelo bunun paxıllıqdan atılmış bir addım olduğunu düşünür. Onun heykəldəki nailiyyətlərini qısqanan digər sənətkarlar onun üçün belə bir qurma qurmuş sayılır. Ancaq Michelangelo yenə də tarixdə bir ilki bacarır. O fiqurları heykəl kimi tavandan çıxmış 3D formatda hazırlayır və beləcə heykəl dahisi zamanla rəsm və hətta memarlıq dahisinə çevrilir.